Herkese salam. Bugün 29 dekabrdır 2025'in son günləridir. Artıq avtomobil gömrük terminalına daxil olub. Biz də gedirik təhvil alaq. Yəqin ki, bir çoxlarınız gömrük prosedurları ilə tanışsınız. Ödənişlərdir və s. Yenə də bacardığım qədər çəkib məlumat verməyə çalışacağım. Avtovoz belə deyək də, gəldiyi halda avtovozun daşınma haqqı ödənilir. Gömrüyün torpaq bastıcı var, 300 manat. O ödənilir. Ondan sonraki etapda avtomobili təhvil almalısınız. Maşının 360 dərəcə belə desək şəklini çəkməlisiniz. Salonu, probegi, arxa bagajı daxil. Ondan sonra şəkilləri çıxardılması üçün orada bölmə var. Hansı ki, orada şəkilləri çıxardıb pecatlayırlar. Şəkilləri çıxartdırıb pecatladırsınız. Bunun heç bir ödənişi yoxdur. Maşının sənədləri, simya sənədləri olur. Onları konteynerdən götürürsünüz. Ondan sonra isə ilkin etap maşın sürülürsə, maşını ekologiya bölməsindən sürərək keçirdib baxış keçirirsiniz və yaxud da ki, ekologiyanın işçisini çağırırsınız, gəlir yerində baxış keçirir maşına. Bundan sonra girib ekologiya sənədini alırsınız və bununla demək olar ki, prosesin əsas hissəsi bitir. Gerdə qalan məsələ qalır bəyannamə yazdırmaq, bəyannamənin ödənişini eləmək və yaşıl kağız desək, buraxılışını almaq. Buraxılış gələndən sonra isə artıq onun üstünü polis əməkdaşlarına yazdırıb sənədin. Oradan qayaya keçib sənədləri ala bilərsiniz. Normalda əvvəllər bu proseduru bəzən yarım gün eləmək olurdu. İndi isə il sonu, yeni ildən dəyişən qaydalar və bu kimi şeylərə görə gömrükdə hədsiz dərəcədə növbə var. Maşın əlindən tərpənməyə yer yoxdur. Gedək başımıza nə gəlir. Obşin 1 saatdır növbədəyik. Sənədlərin alınmağı, içəri girmək falan dəhşətdir. Prosta çəkəcəm, növbəni görsədim sizə. Ayxan sağ olsun, əlində təkər gedir. O montaj eləyəndə bir də orada bir sənə qoysa, ömrün təkər. İkinci dəfə evlənib. Etibar Osmotorsun Bakıdakı filialdır. Bütün avtovozlardakı avtomobillərin təhvil verilməsi, nə bilim, avtomobilin göndərilməsi falan hamısı bax, boğlanlıqdır. Sol tərəfə. Etibarlıqdır. Etibar bizim ürəyimizdir. Sözünüz olsa, Etibar buradadır, narahat olmayın. Görək biz nətər düşürdəcək o maşını. Arxanı gələk qaldır ha. Arxanı qaldır ha, dala verə. Saat 12-nin yarısıdır. Hələ də heç nə yoxdur. Avtovozun belindədir maşın. Adam əlindən tərpənməyə yer yoxdur. Bildiyin dəhşət. Səhər saat 9, bu da səhər 15:00. 6 saat. 6 saatın sonunda hələ ekologiyanın sənədini ala bilməmişik. İndi gedirik ekologiyaya. Deməli, ardıcıllıqları təxmini bildiniz. Maşını təhvil almaq, sənəd şəkillərini çəkmək, şəkilləri çıxartdırıb pecatlatmaq. Bu ekologiya dediyimiz bölmə bu hissədir. Buradan avtomobili keçirdib, ondan sonra isə orada balaca qapıdan içəri girib ekologiya sənədi alırsınız. Bununla demək olar ki, gömrüklük əsas işimiz bitir. Növbəti hissədə qalır bəyannaməni yazdırmaq və ödəniş eləmək. Bizdən əvvəldə 60 neçəsə adam var sənəd üzrə. Saat 15:43. Axır eyniləşdirmə şəhadətnaməsi, ekologiya sənədini aldıq. Gün qutarıb. Bundan sonra maksimum bəyannaməni yazdırmağa çatdırarıq. Ödənişi. Buraxılış sabahları gəlsə nə yaxşı, maşını götürərik. Gəlməsə qalacaq yeni ilə. Gedək bir də maşına baxış eləyək, gedək bəyannaməni yazdıraq. Bəyannaməni bu yerdə yazdırmaq olar. Gömrük məntəqəsinin içində və yaxud da kənarda brokerlərdə yazdırmaq olar. Yəni broker xidməti olaraq hədsiz sayda broker xidməti var. İstədiyiniz birində yazdıra bilərsiniz. Vacib deyil ki, e-mailini hansındasa olsun. Artıq yanvarın 6-sıdır. Gömrükdə
proseslər biraz uzandı və biz həmən günü bildiyimiz kimi çıxarda bilmədik. 30-cu günü saat 3-də buraxılışımız gəldi. Axşam saat 8-də biz tranzit nömrəni götürüb çıxa bildik 5 saatın sonunda. Biraz çətin oldu, düzdür, amma axır bacardıq şükür. Yanvarın 6-sıdır. Niyə? Avtomobilə artıq təsdiq gəlib. Maşının ekranı açılan gündən biz düzdür təsdiqi göndərmişdik, sorğunu göndərmişdik. Amma çox təəssüf olsun ki, 4-cü təsdiqdə artıq gəlibdi. Və bir çoxunuz əslində bu hissəni bilirsiniz. Yenə də bir bərabər setup eləyək sizlərlə. Maşını da işə salaq. Maşında görüləsi işlərlə əlaqəli bir fragment hazırlayacağım. Şu, hazırdır. Xeyirli olsun. Press and hold brake. Və necə? Avtomobil artıq işə düşdü. İdarə edə bilərik. İstəyirəm qısa bir görülən işlər barəsində də məlumat verim. Gürcüstanda olanda ən son günü çəkə bilməmişdim. SD kart problemi var idi, yadınızdadırsa. Pistonun yerindən başlayaq. Pistonun yeri Model S X-lərdə 2021 üzəri olanlarda burada yerləşir və bu hissədən siz pistonu dəyişə bilirsiniz. Əlavə olaraq maşında dəyişilən detallar siyahısından da istəyirəm biraz məlumat verim sizə. Deməli, qabaq üst şüveller dəyişilib, qabaq alt şüveller dəyişilib. Bunlarda karbon olur. Sonra qabaq ekran, faralar, qabaq sağ perodok tamamilə dəyişilib. Pnevması, bir dənə üst saçqanı dəyişmədik. Pnevması, saffası, stupicası, barabanı, supportu, sonra qranatı, alt qollar, vinç və nakonechnik. Qalan digər traves, rulevoy salamat idi. Mən daha ciddi gözləyirdim. Bir də üçlü pər sistemi dəyişilibdi. Belə kapot, krel, buferi isə zaten bilirsiniz. Biz bu qabağına yığdığımız noskatı tamı-tamına bir il əvvəl bu tarixlərdə almışıq. Yəni tam dəqiq yadımda deyil. Yanvarın hardasa, yəni ilk və yaxud da ikinci həftəsi idi ki, biz bu avtomobili almışdıq və indi yığırıq. Baya bir uzun müddətdir. Dəmirçinə görə də iş barədə də qısa məlumat vermək istəyirəm. Düzü, bu qabaq balka şveylerin qolu dediyimiz hissə, bax gördüyünüz kimi zədələnibdir. Bilmirəm, qaranlıqdan o qədər ciddi görsənir yoxsa yox. Sadəcə bu hissə bərpa olunacaq. Bir qədər də bu hissədə zədələnmə var. Ondan sonra dəmirçi tamamilə qabaq hissəsini belə desək zazor verəcək və bununla da işi bitəcək. Yəni ciddi bir dəmirçilik işi yoxdur. Əslində maşın çox kobud vəziyyətdə görsənirdi ilkin alınan vəziyyətində vuruğunda. Amma elə də ciddi bir işi yoxdur. İndi isə arxa buferi sökəcək və arxa buferdə sökülmə səbəbi hərrazdan götürülərkən bu hissəsinin zədələnməsi oldu. Yəni normalda arxa bufer əslində işlənməyəcəkdir. Çox təəssüf ki, başımıza belə bir hadisə gəlib. Heç nə, davam edək. Demək olar ki, düzəlir. Çox az bir hissəsi qalıb ki, tamamlansın. Ondan sonra patronka olunacaq.
bitib malyara gedəcək, amma malyara detalları söküb göndərəcək. Hacı Novruz rəyləyəcək bizim maşını və istəyirik ki, kamerada rəyləsin. Maşın sürülən vəziyyətdədir, hər şey qaydasındadır. Malyarda olduğu prosesdə detallar, salonun tavan airbaglərini söküb dəyişəcəm. Sürücü remeni dəyişilməlidir. Bir də arxa, orta remen dəyişilməlidir. Bunların hamısı yenisi ilə əvəz olunacaq. Bir də ayaq altının airbagi. Sükanın airbagi də təbii ki, aydın məsələ idi. Ondan sonra maşında qalır disk təkər komplekti dəyişilməyi, sim kart yazılmağı, airbagi modulu dəyişilməlidir. Ondan sonra inşallah ki, tamamlanmalıyıq. Bir şeyimiz qalmır. On 8 yanvar, bazar günü detallar hamısı sökülüb. Demək olar ki, hər şey hazırdır malyarkaya getmək üçün. Qabaq sağ-sol krellərin sökülməyinə görə palnoşkalar da sökülməli idi. Düzdür, üstündədir. Maşın hal-hazırda gördüyünüz vəziyyətdədir. Bu sağ və sol qanadları, ön bufer, arxa bufer, ön buferin abritsovkası, bir də qabaq kapot. Gedək Hacı Novruzun yanına. Sedmoy mikrorayon Hacının obyekti və yaxud da işlədiyi servis deyə bilərik. Sizə Maksimin də yerini göstərəcəm. Aleyküm. Hoş geldin. Hoş gördük. İnşallah. Bak bu var. Ben bir servis var mı işe? Ne var? Şişke var. Ne var? Üzə hələ işə başlamamış. Yəni detalda problem var. Dəmirçi şişke var. Oldu mu ilki bu? Görsən? Əla. Yaxşı, şükürəm, sən necəsən? Novruz əmi bizim həm ailəvi dostumuzdur, həm də bizim detallarımızın malyarıdır, rəngsazımızdır. Gedək sizə Maksimin kamerasında görsədim, əgər açıqdırsa detalları burada rəhləyəcəyik. Heç nə, hələ ki bağlıdır, kamera oradadır. Mən sizə ətraflı görsədəcəm. Heç nə Hacı baba. Sen baba. Baxdın da detallara, gördün özün. Maşallah. Özü biraz baba sonsa detalsızmı? Hə, zalda zədəsi var idi. İşləyib yaxşıdır bunu. Bu dəfə çatı-matı qalmazsa yaxşıdır. Başlıqları yaxşıdır. Qabağın şeylərini bağlatdırdın. Buranı işlətdim. Sonra bunun burasının abritsovkası. O da orada gördüm. Hə, bunun da ucunda bir şey var idi. Yündür Təbriz dedi ki, elektrik qalmasın. Detaldır da, heyifdir. Seni hazırlayayım. Şpakovka için koyun. Aparım. Öpürəm. Maskını gir. Təşəkkür. Hələlik. Amaçlısın sana. Çöldədir. Öpürəm, hələlik. Hə. Görüşərik. Heç nə. Verdiyi detalları Hacıya görək. Ara sıra gəlib dəyərik ki, görək nə edir, işlər necə gedir. İndi görəcəyimiz iş sol iki qapı dəyişiləcək. Sol iki qapıda zədələr var idi və bizdə 2 dənə bez kraska qapımız var deyə sol iki qapını bez kraska ilə əvəzləyəcəyik. Xatırlayırsınızsa burada belə bir kiçik zədələnmə və cızıq var idi. Burada da eynən cızıqlar var idi. Buna görə qapımızı dəyişəcəyik. Bez kraska dəyməyən qapılardan qoyacaq.
unpacking eləyə görək nələr gəlibdir. Gəl. Burada remenlərdir, airbaglərdir. Tabanınkı. Sonra remenin datkısıdır. Eğer unuttuğum bir şey yoksa bu kadar olmalıdır. Şikanın airbagi. Şuradan çıkma. Bunlar tavandır. Yeni orijinaldır. Bu da tavandır. Bu hemen o. Remenin datkı hissəsidir. Bu da yenidir. Bu sürücünün remeni. Sürücünün ayaqaltı dizliyi. Bir de oturacağın airbagi. Oturacağı da sökmüşük. Airbagi dəyişiləcək. Hava yastığı dəyişiləcək. Daşqısı dəyişiləcək. Bərpa olunacaq. Все. Qapılarını da birini artıq qoymuşuq. Birini dəyişdik. Qaranlıqda yəqin ki rəng fərqi bilinməz, amma rəng fərqi yox. Eyni birəbir rəngdədir. Belə davam eləyək. Qoy mən də düşüyorum. Oy ben de çıkıyorum. Aynen oldu demiyor. Sen söndür abi söndür. Timelapse'a Pardon koyalım. senin oraya. Şikanın airbag'ini artıq quraşdırdıq. Dizliyi söktük. Təbriz orada dizliklə məşğuldur. Üzləməsini ayırıb. Nədən? Yenisini bağlayacaq ora. Köhnəni ayırıb. Tavanları da başlayıb dəyişmək olar. Yerinə bağlamaq olar artıq. Keçək tavanlara. Sağa sola sol sağa. Sağlık işte. Ayda. Öyle soğuk değil, bir hoşun takı. Nigel on left right'ine kimse bakmamış. Ben bakmıştım, ben prosta. Ben de bakmıştım. Sen öl. Allah hakkı bakmıştım. Bu prosta bakmıştım. Ben niye öyle oldu ki? Ne oldu? Ay sağ ol. Presi dəyişməyə gəliblər. Gedək ön pad presin dəyişilmə prosesinə də baxaq, görək necə dəyişiləcək. Düzdür, qabaq hissənin güzgüsü, yəni sağ-sollar sökülüb, hər şey demək olar ki, hazırdır. Bir dənə kəsim işi qalacaq, amma yenə də bunu da kadr əlavə edək. Bir çoxlarının əsas yaralı yeri bu şidenkanın belə tez qırılmağı. Söküb əvəzləyək. Beləcə bunu da tamamladıq. Artıq bu da işləyir.
Keçək növbətiyə. Detallar malyardadır. Malyar hazırlayıb, qruntlayıb, sürtüb, şvaplovka ehtiyac olan yerlərini tamamlayıb. Maşın isə bu gün səhər göndərdik koloristə Nərmanova Şəkin kruquna. Burada Ergün qardaş var. Maşın buradadır. Bu boya yeri isə avtoboya 444'dür. Maşının bu günləri kraskasını padqon eləyəcəklər. Ondan sonra aparacaq malyara. Yəni sizə içərini göstərdim. Ümumən detalın padqonunun olmağı bayağı çətin işdir. Səbəb bu qədər rənglərin hamısından ayrı-ayrılıqda istifadə olunur və nəticədə maşının rəngi alınır. Və bu da bayağı çətin işdir. Əməlli əziyyətli işdir. Bəli, çox əziyyətli. Neçə ildir bu sahədəsən? 20. Ay maşallah. Bu dünənkidir. Hə, dünənkidir. O qapını gətirdin ha. Arxasıyla qabağında fərqli. O Zavaskoy zavodun özündə də elə bil ki örtmür də. Yəni Zavaskoy defekt olur. Astarı örtmür, ona görə fon fərqi olur. Ona görə indi üstündə baxaq. Əgər fərqli şeysə də arxasına ayrı verəcək, qabağına başqa yəni düzəliş edəcək. Və bundan sonra isə çöldə gün işığında daha çox yoxlayırlar ki, gün işığında hər şey normaldırsa, qaydasındadırsa rəngi tamamlayırlar. Həqiqətən də kolorist peşəsi maraqlı peşədir. İndi düzəltdiyi kraskanı yoxlayacaq. Bax, fikir verirsən, bunu ilə fərqli görsən, açıq köylü görsən. İndi gəldik ki, bunu ilə də tüp görsən. Fikir verirsən. Bax, Zavaskoy maşının özündə problem var. Maraqlıdır. İndi arxaya addelni, qabağa addelni. Ki, arxa tünd, qabaq daha açıq olsun. Yox, qabaq tündür. Qabaq tündür, arxa daha açıqdır. Aydındır. Çünki arxa ilə düzəltsək, qabaqla çox açıq olacaq. Aha, Qabaqla düzəltsək, arxa ilə Arxa- çox tündür. aydındır. Ona görə. Yəni Zavaskoy belə şeylər olur. Bəzi ustalar da şey deyir ki, yox, nə danışırsan, elə şey yoxdur. Yəni fakt bu. Yəni maşın bir də yəni bilir ki, yəni belədir ha. Kamerada görsənir konkret. Hə. Yəni oranı da gördüm, buranı da gördüm. İndi yəni bunu həmən də aradan qaldıracaq. İşte. İndi arxaya indi hazır olanda da gedəcəm biz. Oldu. Təşəkkür. Yorulmayasınız. Siz zavanda olsun. Allah razı olsun. Buna bənzər və bundan da çətin o qədər rənglər var ki, mirvari, ağ. Məsələn, o performansın qırmızısı, o da mirvari rəng edir. Və bu kimi bir çox çətin rənglər var ki, koloristlərin üstünə həqiqətən də iş düşür. Ona görə koloristi seçəndə ən düzgün bir də kolorist seçilməlidir. Malyarın da rolu var, dəmirçinin də rolu var, hazırlıq qatının da rolu var. Belə desək də, zavoddan çıxandan sonraki olan hadisədə, məsələn, yenidən rənglənən, düzələn detalın həqiqətən də işi çətindir. Yəni, dəmirçinin, malyarın, koloristin və kraskanın markasının, firmasının belə burada üstünlüyü var. Bu qədər əziyyət çəkirik, inşallah ki, daha yaxşısı alınsın istəyirik. Görək, koloristdən sonra malyarımızı neyinəcək. Azı baba, sabahın xeyir olsun. Yorulmayasan. Allah razı olsun. Detallarımız hazırdır. Azı baba sağ olsun. Qruntlayıb, hazırlayıb. İnşallah şurada kontrol işlerini hazırlayın inşallah. Bunlar da tutum hazırlayan kontrol işleri qalıb. Onlar da gerek tutaraq inşallah. Allah kameraya eləyək Allah'ın izniyle. Qəşəng bir gözəl bir sanat əsəri yaradıb verək sənə. İnşallah. Yorulmayasan, çox sağ ol. Allah razı olsun. Qabaq bufer. Bu da hazırdır. Qruntlanıb. Radar yerləri bağlanıb. Digər problemlərimizdən də biri bu radar yerləri ilə bağlıdır. Bu arada bunda lidarın qızdırıcısı var.
Sonra bizim qabaq sağ qanad. Bu isə sol qanad. Bir də bizim bu boyda burada kapotumuz var. balaca kapotumuz var. Kapot isə hər iki üzü rəylənəcək. Fevral bu günləri tamamlanmağa çalışacağım kuferləri. Ondan sonra dəmirçi patron və sair digər işlərdə iştirak edəcək. Maşın malyardan gəlib, rənglənib. Rəng birə-bir eynidir. Buradan hiss olunurmu bilmirəm, amma iş həqiqətən də yaxşı çıxıb. Əziyyətimizə dəyib. Şükür. Bu ferləri yığaq, tamamlayaq. Ondan sonra dəmirçi ilə bərabər patron eləyərik artıq. Fevral dəmirçi maşını yığmalıdır bugün qabaq hissəsini. Görək tamamlaya biləcəyik bugün. Saat 6-da düzdür. İş vaxtı bitib. Amma yenə də. Rami yorulmayasan. Çok sağ ol, teşekkür. Axır ki qabağı tamamlayıldı. Arkasını zaten çekmişiz. Zahmet çok sağ ol. Teşekkür. Yarın doğumlar olsun. Hayırlı olsun. Allah razı olsun. Sağ olasın. Bütün plasmaslar da yerində. Qaldı alt zaçniki. Bir də saçol padnoşka var. Onları da pagamikdə tamamlayaq. Sonunda hazırdır. Qabaq noskat hissəsindən saysaq 1 il, maşının alınma tarixindən saysaq sentyabrdan bəri 5 ay, Gürcüstanda açılma tarixindən saysaq 3 ayın nəticəsi. Bu da əziyyətimizin sonu. Bu maşının ərsəyə gəlməsində kimlərin kimənə dəstəyi, köməyi olub, hamısına bir daha ayrı-ayrı təşəkkür edirəm. Belə düşünürəm ki, bu qədər artıq yetərlidir. Növbəti daha maraqlı bir proyektdə görüşmək ümidi ilə deyək. Hələlik sağ olun.